Bismillahirrahmanirrahim. Allah'ın rəhmət və salamı üzərimizə olsun inşallah. Ramazan ayının 19-cu günü hamımız üçün mübarək olsun. Allah bu ayın hörmətinə bizləri bağışlasın. Bugünkü mövzumuz namaz haqqındadır. Bəzilər görsən namazın Qur'anda olmaqlığını çalışırlar ki, inkar etsinlər, başqa mənalara təhlil etsinlər. Amma bu cür deyil. Qur'an öz əzəmətini qoruyub və qoruyacaq da təqribən 14 əsrə yaxındır ki, Qur'anı haqqında çox işlər görüblər. Qur'anı məhv eləməyə çalışıblar, istəyiblər aradan aparalar. Nəhnu nəzzəlnə zikra və ləhu ləhafizun. Qur'anın özü buyurur ki, biz Qur'anı, yəni Allah buyurur Qur'anda, biz Qur'anı nazil etmişik, onu da özümüz qoruyacağıq. Sən özünü nə qədər öldürsən də, o yana bu yana çəksən də Qur'anın bir ayəsini yox, bir nöqtəsini belə dəyişə bilməyəcəksən. Yəni bunu insan qəbul etməsə də dərk etməlidir. Allah Teala Qur'anda özü buyurur ki: "Və mə xalaqtul cinnə vel insə illə liya'budun." Surə Az-Zariyat ayə 56. Allah Teala özü namaz haqqında Qur'anda ayələrimiz çoxdur. Amma bugünkü ayəmiz bu ayədir. Allahın namaz qılmaqlıqda hədəfi nədir ki? Allah niyə deyir ki, namaz qılın? Niyə namaza üstünlük verir? Allahın özü bu ayədə açıqlayır. Allahın hədəfi budur ki, bəndəsi Allaha ibadət etsin. İkinci, bəndəçiliyi zahir etməklikdir. Görüm, aya bəndə mənim qarşımda, mənim itaətimə baş əyir, məndən bu itaəti qəbul edir ya yox. Üçüncü, Allahın əmrlərinə itaət etmək. Allahın qoyduğu qayda, qanuna itaət etmək. Dördüncü, Allahın xəlq etməklikdə hədəfi. Yəni, Allah insanı niyə xəlq etdi? Bu mövzular təqribən bu ünvanadır ki, Allah namazı insan üçün vacib etdi. Yəni o insan ki, Allah qarşısında durursa və durmaqlığı başarırsa, bütün qürurdan, bütün çirkabdan, bütün təkəbbürlüklərdən Allaha sığınır və Allahın qarşısında baş əyir. Allah Teala da Qur'anın bu ayəsində nəql edir ki, və mə xalaqtul cinnə vəl ins, biz xəlq eləmədik. Görsən deyir, biz xəlq eləmədik, ya xəlq etmədik cinniləri və insanları. Yəni, hələ bizim nəzərimizdə cinnilər və insanlar o qədər bizə məlum olmayan bəşərlər vardır. Amma bizim təqribən düşünəcək həddində olan ağlımız, zehnimiz budur ki, cinnilərlə insanları yaratmadım, illa liya'budun. Məgər inki mənə ibadət edələr, mənə itaət edələr. Namaz qılmaqlıqda hədəf insanı xəlq etməklikdir. Yəni, insanı xəlq edəndən sonra Allah onun boynuna təşriflər qoydu. O təşriflər odur ki, insan neynəsin? Bir kəmalata çatsın. Nəql edirlər ki, Qur'anda bəzi mövzular ki, işarə olunub, Allah Teala bəndəsindən istəyib ki, namaz qılsın. Amma bəzi hikmətlər də vardır ki, o namaz qılmaqlıqda Allah niyə deyib ki, namaz qılın? Allah aya namaz lazımdırmı? Bəli, alimlər nəql edirlər ki, onlar artıq gizli sirlərdir ki, insan o hikmətləri dərk edə bilmir. Məsələn, yəni onlardan qafildir insan. Məsələn, insanı kamala yetişdirməklik. Allah Teala insanı xəlq edib və namazı onun boynuna bir təşrif qoyub ki, o namaz insanı bir kamalata yetişdirsin. Böyük bir hikmətə yetişdirsin ki, o əsrarlardan xəbər olsun. İkinci, ruhun aramışlığıdır. Yəni, insan bədəndə olan ruhun aram olmaqlığı, qalibə, qələbə düşməkliyi. Üçüncü,
pis işlərdən kənar olmaqdır. Yəni insan namaz qılarkən bütün çirkablardan özünü qoruyur. Əlbəttə namazdan söhbət gedir. Bəzi insanlar var namazdan istifadə edir, 50 dənə də betərini edir. Bizim onlarda işimiz yoxdur. İşimiz əsl namaz qılanlardan gedir. Bunların hamısından da önəmli Allaha yaxın olmaqdır. Allaha yaxın olmaqlıqdır. Allahın varlığını dərk etməklidir ki, bunlar hikmətlərdir ki, Allah Teala insan xilqətində namazı qılmaqlayıb vacib edib ki, insan bu cür bir kəmalata çatsın. Allah bizləri inşallah ki, namaz qılanlardan qərar versin. Həqiqi namaz qılanlardan. Bəzi namaz qılanlar görürsən Kərbəlada imamın başını kəsdilər. Bəzi namaz qılanlar xanım Fatimə Zəhranın qapısını qırdılar. Bəzi namaz qılanlar Həzrət Əlini zərbətlədilər. Bizə Allah o cür namaz qılmaqlığı nəsib etməsin. Bizə bir cür nəsib etsin namazı ki, biz həqiqi namaz qılanlardan olaq. Amma bir məsələ də əhkamı bir məsələ. Əgər insan sübh əzandan qabaq niyyət edə, yəni Ramazan ayının niyyətini edə yata. Bir də axşam ayda, yəni məğrib namazından sonra ayılsa, o insan inşallah ki, orucu düzdür. Allahım Ramazan ayının hörmətinə bizləri bağışla, Ramazan ayının hörmətinə şəhid balamızın ruhunu şad elə, əskərlərimizi qoru, cəmi qazilərimizə şəfa inat elə, ölkəmizdə həmişə əmin-əmanlıq, sabitlik bərqərar elə və ağamız İmam Zaman Əleyhisselamın ruhunu təzil elə. Allahümmə əcilli vəlikəl fərəc. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.